Bugün günlerden yine Magnum. Magnum axır vaxtlar yaman belə deyək, yeni dadlar çıxarır. Uzun dönem standart dadları var idi. Standart reklamlar var idi, amma son zamanlar fərqli dadlara başvurublar. Və bugün əlimdə belə bir şey var. Bu moruqlu və limonludur. Soyuducuda qalıb ya bu cür rəngi görünür. Nəysə, moruqlu limonlu versiyası çıxıb. Maraqlı gəldi mənə. Görək nədir bu? Dadı necədir? Mənə gəlir qəşəng olar. Çünki həm turşməzə, həm moruq dadı qəşəng olur. Amma təbii ki, birlikdə dadına, daha doğrusu mən dadına baxacağam və sizə deyəcəm. Hardasa bu qutunun içində 3 dənə olur və təqribən bunu almışam 5 manata. İndi isə gəlin içinə baxaq. Vay vay, külək əsir. Nəysə, telefon uçmamış. Açıb sizə göstərim. İçindən belə bir şey çıxdı. Çox qəşəng, estetik görünür. Sizə yaxından göstərim. Çəhrayılı bir şeydir. Çəhrayılı ağlı bir kağızı var. İndi gəlin içini açaq görək içindən necə bir şey çıxır. Gözlərim bağlanır yuxudan ötürü. Çox yuxum gəlir. Özüm də növbədəyəm bu arada. Yeri gəlmişkən. Növbədə ola video çəkirəm. Qəşəng görünür. Qəşəng, şirin görünür. Gəlin görək. İyi gəlmir. Şokoladdır, ağ şokoladdır. Yəqin limonludur ya da içi limonludur. Bilmirəm. Gəlin indi baxaq görək nə tərdir. Görək o məşhur səsi bundan da gələcək yoxsa yox. Gələn təhər oldu. Limon dadı gəlir. Limon dadı baxın bu ağ marujnadan gəlir. O bir dənə şokoladın özünü yiyim görüm ondan nə dad gəlir. Oy, əridim. Bu nəsə ağ şokoladdır. Amma limonlu olan marujnanın özüdür. Turşməzəm. Yəni indi biraz ortasından içdiyim sizə göstərim görüm içi nə tərdir. İçi də belədir. Burada baxın moruqlu hissəni görürsünüz. O bir də ondan da götürüm görüm moruğun dadı gəlir yoxsa nə tərdir. Bu da turşməzədir amma moruq dadı gəlir. Belə deyəm, maraqlı kombinasiyadır. Xoşuma gəldi. Bəyəndim. Yenə olsa bəlkə alaram. Bu marujnaya balım Magnumun ürəyi döyünür, dup ki, indi Nərmin neçə bal verəcək ona? Nəysə. Hardasa 10 üzərindən verərdim